əsas axşam yatmaq siz yaş qrupunda insanlara ən tez yatmaqdır. Ən birinci həyata başlayanda ən tez kim yatdısa bir ki həyatda olubdur. Ona görə ki, ən birinci yatan inkişaf edir və məşqlərində yorğun olmur, səhər çağı yuxulanmır və tam enerjili formada məşqlərinə dönə bilir. Çünki hər birinizə uğurlar arzu edirəm. Mən siz yaş qrupunda olanda saat 6-da dururdum ki, birinci metro azanda gedəcəm Razına. Razında internat komandası var. Orada Süleyman müəllim yaşayır, boks müəllim. Allah rəhmət eylesin. Süleyman müəllim fiziologika başlayırdı. Səhər çağı 6-da. Mənə görə gözləyirdi. Yarım saat o yana çəkirdi ki, məşqçi o metro açılsın ki, mən gedib Razına çıxa bilim. Şəhərdən Razına yerib çıxa bilim. Ona görə bir fiziologyanı, səhər məşqimi orada boksla məşqi olurdum ki, əllərim düzəlsin. Ondan sonra gün orta məşqinə gəlirdim öz idmanımıza. Axşam çağıda bizim fəqan dostlarımız var, taekvondistlər. Axşam çağıda çalışırdıq taekvondo edək. İndiki ayaqlarımızı düzəltməkdir. Biz bu günləri Azərbaycanda kickbokso formada inkişaf etdirmişik. Biz kickboksyorlar o dönemde ancaq o formada. Birimiz boksla, birimiz ayağına, birimiz nəticədə isə ortaya kickboks çıxardırdıq. Ona görə kickboks Azərbaycanda yox idi, Muay Thai da yox idi. Biz öyrənmək üçün nə etməliydik? Eşitmişdik kickboks, Muay Thai bir-birinə boks, kickboks bir-birinə oxşar idman növləridir. Əlin varsa, ayağın da varsa oldu kickboks. Ona görə biz onlarla həmişə bərabərləşdirərək ortaya kickboksu, sonra da Muay Thai ortaya çıxartdıq. Ona görə bu yarış zamanı, yarış qabağı, məşqlər zamanı məşqin güclü olması əlbəttə yarışın sizə rahat gəlməsindən xəbər verir. Biz o vaxt Çingiz müəllimin zvoru vaxtında 24 round hər bir, məndim, Zaur idi, hər zaman 24 round döyüşmədən ringdən aşağı düşmürdü. Düz 24 round. Çingiz müəllim baxırdı vaxtda, düz 24-dür. İcimi qan, su olurdu, çıxırdı zalda. Yerə dəyənə qədər. Qalırdı bir-birinə, o vururdu, sən vurdun. Yəni, elə bir məşq deyil, ha. O vururdu, sən vurdun, o vururdu, sən vurdun. Bu kombinasiyada deyil, ya. O qədər yorulurduq ki, həmin o yarışın formasını alır. İstəməkdən yox, ha, döyüşməkdən. Həmin o yarışda nə formada döyüşürsən, nə formada o rəqib güclü olanda, çətin olanda, o pis dönəmlərə yapışırsan, həmin formada biz məşqdə həmin formanı alırdıq. Sonra gəlirdim saatlarla başlayırdı çənəm ağrımağa. Ancaq nəyə görə? Qələbə əldə etmək. İdman sağlamlıqdır. Ancaq profesional idman isə həm sağlamlıqdır, həm də orada bildiyiniz kimi ağrı, zədə və digər necə deyərlər, əskərlik qəhrəmanlıqdır. Ancaq qəhrəmanlığın özündə də bir çox şeylər birləşir. Ona görə sizə bu məşqlərinizdə uğurlar arzu edirəm. Bugün gəlmişəm, sizin döyüşlərə baxacağım. Döyüş zamanı da baxacaq, görək Fəxri müəllimin tapşırığı altında, Visal müəllimin tapşırığı altında, Zəhmətkeş Kamal müəllimin tapşırığı altında görək bugünkü məşqlərimiz necə davam edir. Siz qan tər su içindəsiniz, mən görürəm hər biriniz. Məni qabaqlayıbsınız biraz. Tez gəlibsiniz ki, hər kəs yaxşı məşq edə bilərsiniz. Fəxri müəllim əlbəttə bizim böyük məşqçimizdir ki, əlindən gələn nəyi varsa, həm ailəsində, uşaqları üstündə, bildiyiniz kimi iki uşaqları həm İslam oyunun qalibidirlər, həm Avropa oyunlarının qalibidirlər. Bir dənə olimpiyadaya düşməyib ki, oradan da medal gətirsin. Allah qoysa, qabaqda da 32-ci ildə, 30-cu ildə. 28-ci olimpiyadada bizdə Pakazatınlı da olsa, artıq Muay Thai olimpiya ailəsinə daxil olacaq. Və mən inanıram ki, sizin tutduğunuz bu Muay Thai yolu haqq yoludur, bayraq yoludur, him yoludur. Ona görə sizin hər birinizə uğurlar arzu edirəm. Dayı siz soğutmayın, məşqinizə başlayın, mən bizdə baxaq. Baxaq görək, buyurun. Muay Thai ilə? Başla, Muay Thai ilə ringin içində.